Salam dostlar. Belə kitabın bəzi yerlərini yazmışam. Əvvəllər belə edirdim. Çünki oxuyanda elə rahat, məsələn, belə oxuyanda görüm ki, hə, bu söz nədir. Bir də lüğətə baxmayım falan filan, vaxt gedir. Belə bir metod elədim. Sonra gördüm, yox, bu metod xoşuma gəlmədi və lüğətə yazıram. Bax, belə lüğət şəklində. Oradan baxıb buradan sözlərə məna verəcəyik. Deməli, burada his daughter took in the place again, and it might well have seemed odd that in so little to meet the eye there should be so much to show. Diqqətlə baxın videoya. Deməli, hər sözün ayrılıqda mənası nədir? Lüğətə yazın. Çünki bu C1 səviyyə, çətin səviyyəli bir mətindir. Hər dəfə bunu göstərirəm. Deməli, belə bir orta əsr ədəbiyyatıdır, İngiliscə ədəbiyyatdır, dili çox çətindir. O vaxtki yazıçıların üslubuna görədir, ona görə. Deməli, deyək ki, onun bacısı, onun qızı took in the place again, yəni diqqətlə baxdı. Çevrəni incələdi, yəni diqqətlə baxdı və yenidən. And it might well, və ola bilsin, bu necə görünmüş ola bilərdi? Yəni qəribə, qəribə görünmüş ola bilərdi. That in so little, belə bir balaca bir şeyin içində, to meet the eye, yəni gözə çarpmaq, gözlə görülmək, ilk baxışda fark etmək, there should be so much to show. Yəni çox şey ola bilərdi burada göstərmək üçün. What showed was the ugliness. Görkən şey çirkinlik idi. So positive and palpable. Yəni son dərəcə kesin, yəni dəqiq və palpable, yəni bariz, əllə tutula bilən dərəcədə. Yəni bu çirkinlik görünürdü. That it was somehow sustaining. Yəni bir şəkildə bu sustaining idi. Yəni ayaqda tuturdu insanı, insana güc verirdi. It was a medium. Bu medium, bax burada yazmışam. Bu bir üsul idi. A setting, bir ortam idi. And to that extent, və o dərəcədə after all, yəni nəticə olaraq, sonuç olaraq, a dreadful sign of life. Yəni dəhşətli bir dəhşətli bir sign of life, həyat əlaməti idi. So that, belə ki, it fairly, bu kifayət qədər, put a point into her answer. Onun cavabına put a point, nöqtə qoydu. Oh, I beg your pardon. Yəni, affınıza sığınıram da, yəni, üzr istəyirəm. You flourish. You flourish. Flourish. Yəni, siz artıq özünüzü gelişdirirsiniz, başarılı olursunuz, xoşbəxt olursunuz yavaş-yavaş. Əhval-ruhiyyəniz düzəlir də, yəni belə, qabağa gedirsiniz. Do you throw it up at me again? Yenə bunu başıma qaxırsan, bax bu o deməkdir. Do you throw it up at me again? Yenə bunu başıma qaxırsan. He pleasantly inquired. O, xoş bir şəkildə soruşdu. Başıma qaxırsan nəyi? That I have not made away with myself. I have not made away with myself. Yəni, intihar eləmədiyim üçün. Bunu başıma qaxırsan. She treated. O, neynədir? Treated. Qəbul etdi. The question, sualı qəbul etdi. Necə? As needing no reply. Yəni, cavabsız bıraxım da, cavaba ehtiyac olmayan bir sual kimi qəbul etdi. She sat there for real things. O, sat şey deməkdir. Məsələn, türklər deyir, orada bulunuyordu. Yəni, oradaydı. Nə üçün deyə? For real things. Yəni, həqiqi şeylər üçün, əsl şeylər üçün, əsl məsələlər üçün oradaydı.
You know how all our anxieties, sən bilirsən necə bizim, yəni bizim narahatçılıqlarımız, anxiety deyir türklər odur. Narahatçılıqlarımız under mama's will, anamızın istəyi iradəsi altında have come out. Yəni ortaya çıxmışdır, baş vermişdir. She had still less to leave. Onun hələ də az bir şey var tərk etmək üçün. When she feared. Qorxduğundan daha çox. Yəni qorxduğu şey çoxdur, amma tərk etdiyi şey azdır. We don't know how we lived. Biz bilmirik, burada biraz sadə ingiliscədir. We don't know how we lived. Biz bilmirik necə yaşadıq. It all makes up about 200 a year for Marian. Bunların hamısı təşkil edir. Təxminən 200, yəni Marian üçün və 2 for me. 2 də mənim üçün. But I give up. Lakin mən give up. Verirəm. 100 to Marian. 100'ünü Marian'a verirəm. Oh, you weak thing. Oh, sən zavallı şey, zəif şey yəni. Her father kindly sighed. Onun atası mehribancasına, nəzakətli bir şəkildə ah çəkdi. For you and me together. Sənin üçün və mənim üçün birlikdə. She went on, davam etdi. Qız davam etdi. The other 100 would do something. Yerdə qalan digər 100 bir şeylərə yarayacaq yəni. Bir şeylər eləyəcək. And what would do the rest? Bəs qalanı nə edəcək? Can you yourself do nothing? Sən özün heç bir şey edə bilmirsən. He gave her a look. O ona baxdı. Then slipping his hands into his pockets. Sonra saldı əllərini cibinə, into his pockets, cibinə saldı, and turning away və geri döndü, arxasını döndü. Stood for a little at the window və neynədi? Dayandı. For a little, bir balaca dayandı at the window, pəncərənin yanında. She had left open. O indicə açıq, yəni açıq buraxmışdı bu dəqiqə. Açıq buraxdı pəncərənin yanında dayandı. She said nothing more. O daha heç nə demədi. She had placed him. Qız onu orada tək buraxdı. Orada buraxdı, tərk etdi. There with that question. Yəni, o sualla orada onu tək buraxdı. And the silence lasted a minute. Və səssizlik bir dəqiqə davam etdi. Yəni, nə zaman kəsildi, nə ilə kəsildi? O vaxt kəsildi ki, broken by the cold of an, yəni kəsildi. Bir çağrı ilə, bir səslə, kimin səsi ilə? Of an appealing costermonger. Yəni belə appealing, çəkici, xoş, cəzb edici costermonger meyvə-tərəvə satıcısıdır. Satıcısının səsi ilə həmin bu səssizlik, silence kəsildi. Which came in with the mild March air. Hansı ki bu səs gəlmişdi nə ilə? Yumşaq bir mart havası ilə. With the shabby sunshine. Shabby yəni solğun zəif gün işığı ilə. Fearfully unbecoming to the room. Yəni aşırı dərəcədə, son dərəcə yaraşmayan, uyğun olmayan, yəni otağa uyğun olmayan, yəni o zəif gün işığı ilə. And with the small homely hum of Church Street. Və bir də nə ilə gəlmişdi o səs? Kiçik, homely,
Homely. Yəni səmimi, tanıdıq bir ev hissi verən uğultu ilə gəlmişdi. Ham uğultu ilə gəlmişdi Çirk küçəsinin. Bu qədər dostlar. Buradan o tərəfə də gələn dəfə tərcümə edərik.